اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد. اللهم وآله الطيبين الطاهرين المنتجبين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. ولكل وجهة هو موليها فاستبقوا الخيرات أينما تكونوا يأتي بكم الله جميعا. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Əziz möminlər, sizləri və özümü ilahi təqvaya dəvət edirəm. Allah Taala'nı and veririk mübarək günlərin ehtiramına, bu günlərdə edilən ibadətləri, duaları, itaəti inşallah ali dərəcədə qəbul eləsin. Xüsusən Əhya gecələri, Qədir gecələri ərəfəsindəyik, yəni içərisindəyik. Allah Taala bu gecələri, həqiqi Qədir gecəsini idrak edənlərdən bizləri qərar versin inşallah. Bu gecənin rəhmət bərəkətini, yer üzərinə zülmətləri işıqlandıran Qur'anı qəbul eləməyi bizləri nəsib eləsin. Və eyni zamanda Novruz bayramındayıq. Hamımıza, xalqımıza, elimizə, cəmaatımıza bu bayramı mübarək eləsin. Yəni xeyirli günlər, bərəkətli günlər üst-üstədir, bir-birinin ardıcadır. Allah Taala o xeyirləri bizlərə də nəsib eləsin. Bu mübarək günlərdə vətənimizin və torpaqlarımızın azaldığı uğrunda canlarını fəda eləmiş əziz şəhidlərimizi də unutmayaq. Onların İnşallah mübarək ruhlarını Allah Taala şəhidlər sərvərinə qovuştursun. Bu gecəki gecənin şəhidi olan Həzrəti Əmir Əl-Müminin əleyhissalama qovuştursun. Şəhidlərimizin əziz ruhlarına Kərbəla şəhidləri ilə bərabər Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Allah Taala qazilərimizi, vətən uğrunda canlarından keçməyə hazır olan qəhrəmanlarımızı da hifz eləsin, cəmaatımızı, əskər balalarımızı qorusun. Allah Taala vətənimizə, xalqımıza, millətimizə pis gün, yaman gün göstərməsin, müharibə odundan uzaq eləsin, düşmənləri inşallah məhv nabud eləsin. Əziz möminlər, bugünkü söhbətimizin, yəni cümə söhbətinin birinci hissəsi xüsusi ehtiyaca, yəni köməyə, yardıma ehtiyaclı olanlar üçün infaq mövzusundan danışılacaq. İnşallah xüsusən bu əziz günlərdə, mübarək Ramazan günlərində, Ramazan ayı günlərində və qarşıdan gələn bayram ərəfəsində və yaşadığımız Novruz bayramında ətrafımızda, özümüzün yaxınlığımızda, ailəmizdə, qohum-əqrabada, elimizdə, obamızda, vətənimizdə yaşayan ehtiyac sahiblərinə, hansı ki bəzən o ehtiyac sahibləri heç əl açıb istəmirlər həyalarından, utanmaqlarından, onları təsbit edib, onları araşdırıb, tapıb, onlara əlimizdən gələn imkanı, yardımları yetirməyimizin özümüz üçün çox böyük üstünlüyü, savabı vardır. Allah Taala hər birimizə yardımlaşma ayı olan mübarək Ramazan ayında bu yardımları yerinə yetirməyə nəsib eləsin. Hər kəs əlindən gələ biləcək qədər, kimin nəyə gücü çatacaq qədər, o qədər də kömək eləsə Allah üçün, Allah yolunda, Allah Taala verilən az borcu, bu özünün də vədə verdiyi kimi qiyamət günündə böyüdər, çox böyük bir şəkildə o borcun sahibinə qaytarar. Yəni verilən bu yaxşılıqlar, edilən yaxşılıqlar, ehsanat insanın özünə qayıdar, böyük artırılmış əcr və mükafat şəklində. Allah-u Teala Qur'an-ı Kərimin Bəqərə surəsinin 261-ci ayəsində də buyurur: Bismillahirrahmanirrahim. Məsəlullezine yunfiqun əmvalahum fi səbilillahi kəməsəli habbətin ənbətət səb'a sənəbilə fi kulli sumbilətin mi'atu habbətin vallahu yudâ'ifu limən yeşâ'u vallahu vâsi'un alim. Sadaqallahul aliyyul azim.
Buyurur Allah Teala, öz malını Allah yolunda infak edenler 7 sümbül cüzərdən toxuma bənzəyər ki, hər sümbüldə də 100 dən olar. Yəni hər sümbülün özündə 100 toxum, 100 dən olar. Allah Teala onu istədiyi kəsi üçün 2 qat və ya daha çox neçə qat artırar. Allah qüdrət və rəhmət baxımından genişdir və biləndir. Bu ayət-i kəriməni Allah-u Teala Bəqərə surəsində zikr eləməklə bizlərə ümumiyyətlə insanlar arasında sosial səviyyəyə görə bir-birindən fərqli olan o fərqliliyi, o ixtilafı aradan qaldırmaq üçün biraz imkanı olanlar, imkanı az olanlara və yaxud dolanışığı, məişəti, sıxıntı içərisində olanlara yardım etməklə o ixtilafı, o mənəvi, o ruhi bəzən ixtilafı aradan götürməyə kömək eləmək üçündür. Və ümumiyyətlə zənginlərin və yaxud müəyyən qədər imkanı çox olanların, özündən kasıb olanlara yardım göstərməyi, həmçinin bir çox məsələlərdə bir çox nöqsanların aradan qalxmasına kömək edir. Bu ayət-i kərimə sələm, yəni riba haqqında ayət-i kərimədən sonra zikr olunub və sanki Allah Teala sələmin ortaya çıxıb və genişlənməsini də fəqirlərin möhtac olduqları kəslərdən öz ehtiyaclarını ala bilməmək səbəbindən ortaya çıxdığını bəyan edir. Yəni ribanın, sələmin səbəbi bəzən zənginlər kasıbları daha çox sömürmək üçün o riba vasitəsilə, sələm vasitəsilə nə edirlər? Mallarını, pullarını borc verərlər və yaxud sələm verərlər daha doğrusu. O nöqteyi nəzərdən yardımlaşma Allah Teala'nın haram elədiyi, yəni ikrah gördüyü sələmi və ribanı da aradan qalxmağa kömək eləyər. Ümumiyyətlə, hər bir bu ayət-i kərimədə Allah Teala bir toxumdan 7 sümbülün və hər sümbüldən 100 dənin əmələ gəlməsindən bəhs edir. Hər torpaqda, hər toxumdan belə bir məhsul əldə olunmur. Amma Allah Teala Allah yolunda verilən infaqın, az da olsa verilən infaqı ən münbit torpaqda bitən toxumun verəcəyi ən yüksək barı misal çəkir. Təbii olaraq və bütün dünya insanlarının qəbul edəcəyi, rastlaşdığı, şahidi olduğu bir təbii hadisəni misal çəkir ki, bizlərə Allah Teala kiçik bir yaxşılığın müqabilində sanki bir toxum qədər bir yaxşılıq eləmisən və o toxumu yerə atmısan, o toxumdan çıxan 7 sümbül, hər sümbüldə də 100-dən, yəni 700 qat Allah Teala sizin verdiklərinizi artırar. Hətta sonra buyurur ki, daha çox 2 qat artırar və ya daha çox artırar. Yəni Allah Teala istəsə 100 qat da artırar, o 700-dəni 1000 qat da artırar. Yəni bu Allahın öz qüdrət əlindədir. O nöqteyi nəzərdən infaq etmək və Allah yolunda yardımın mükafatı təkcə insanın özünə aid deyil. Yəni biz elə bilməyək ki, biz yardım eləyəcəyik, infaq eləyəcəyik. Bunun mükafatı, bunun tək əcr olaraq, mükafat olaraq bizə çatacaq. Xeyr, buyurulur ki, infaq insanın öz vücudunun təkamül səbəbidir. Yəni insanın vücudunun təkamülə yetişməsi üçün kamilliyə yetişməsi səbəbidir. İnfaq etmək hidayət səbəbidir. Biz ki, hər gün, hər dəfə namazlarımıza ihdinəs sıratal müstəqim deyirik. Allahım bizi doğru yola hidayət elə. Deyə bilərsiniz ki, biz elə əlhəmdülillah hidayətliyik də. Yəni kəlmə-i şəhadətimiz yerində, Allah Teala'nın əmrinə tabiliyimiz yerində. Bəs biz Allah Teala'dan daha nə hidayət istəyirik? Daha nəyə hidayət istəyirik? Əslində imamlarımızın da bəyan elədiyi kimi, hər gün istədiyimiz hidayət, müminin Allah Teala'dan hər gün istədiyi hidayət, hər gün bugünkü gün, dünənki gündən daha çox kamilliyə, daha çox təkamülə çatmaq üçün istənilən hidayətdir. Yəni ilahi bizi daha kamil yollara, vasitələr vasitəsilə daha kamilliyə yetişdir ya Rabbi. Bizi imanda sənə yetişəcək, sənin iman edəcəyimiz bütün məsələlərdə daha kamil imana yetişməyi nəsib elə. Əslində istədiyimiz hidayət budur. Bu nöqteyi nəzərdən verilən infaq da insanın özünü ən təkamülə çatdırmaq üçün bir səbəbdir.
kamilliyə, kəmalata yetişdirmək üçün bir fürsətdir. Qur'an-ı Kərim ümumiyyətlə bəzən çox az zümrə haqqında məth eləyir, çox az insanlar haqqında. Onlardan da biri o xoş sözləri Qur'an-ı Kərim infaq edənlər haqqında zikr eləyir. İnfaq edənləri onların daimi xisləti olsun deyə zikr eləyir. Ayədə infaq etmək feilinin özü gələcək zamanda gəldiyinin dəlili də budur ki, infaq edənlər bu xisləti, bu xüsusiyyəti özlərinin xarakterinə, xüsusiyyətinə çevirsinlər. Yəni, davamlı eləsinlər, daimi infaq əhli olmağa çalışsınlar. Yəni, bir dəfə infaq eləyib, yəni onu özlərinin xüsusi mələkə səviyyəsinə çatdırsınlar. O xüsusiyyətə sahib olsunlar, infaq edən insan səviyyəsinə. İnfaq etmək o zaman dəyərli olur ki, o infaq Allah yolunda olsun, yəni Allah üçün olsun. Allah Taala'nın istədikləri, sevdikləri şeylər uğruna olsun infaq etmək. Yəni, məsələn, dünyada bir çox insanlar görərsən ki, bəzən öz varından, dövlətindən heç iman əhlidir, küfr əhlidir, nə bilim, heç dini də yoxdur. Görərsən ki, bəzən kömək eləyərlər müəyyən dairələrə, məsələn, kasıblara, möhtaclara, ehtiyaclara. Amma o kömək, o infaq, əgər Allah üçün olmasa, o insanın düzdür, özünün nəfsini tatmin eləyər. Nəfsini, çünki hər kəsin qəlbində bir yumşalma, bir acıma halı var, hissi var. İnsanın o acıma hissini qarşılaya bilər. Amma Allah Taala yolunda olmayanda, Allah üçün olmayanda Allah Taala onu öz yanındakı savab və dərəcəsini qeyd elətdirməz. Yəni, Allah yanında savaba yetişməz. Dünyada insan nəfsini oxşayar o yaxşılıq. Ki, mən birinə yaxşılıq elədim ki, öz nəfsimi tatmin edeyim. Özümdə, yəni o acını, necə deyirlər, söndürüm, biraz da olsa söndürüm. Amma o Allah yanında qeydə alınması üçün, bir dərəcəyə sahib olması üçün mütləq Allah üçün, Allah yolunda verilən infaq olmalıdır. Necə ki, Həzrəti Əmir Əl-Müminin və xanım Fatimə Zəhra salamullah aleyha İnsan surəsində Allah Taala'nın buyurduğu kimi qapılarına gələn oruclu halda ikən, nəzr orucu tutduqları halda ikən qapılarına gələn yetimi, fəqiri və əsiri əliboş qaytarmadılar. Və sonunda dedilər ki, Lə nuridu minkum şəkura. Biz sizdən nə təşəkkür gözləyirik, nə də sizdən hər hansı bir mükafat gözləyirik. Yəni, infaq etdiyi kəslərdən. Biz qiyamət günü, o qorxulu günün sahibi olan Allah üçün sizə verdik. Allah Taala bu cür öz övliyalarının infaq davranışlarını bizə Qur'an-ı Kərimdə belə misal çəkir. Misal gətirir ki, bizlər ondan o davranışlardan örnək götürək. Ümumiyyətlə, infaq etmək, təşviq və mükafat vədi hər hansı bir bu vəd hərəkət üçün güclü amildir. Çünki Allah-u Teala burada 700 qat zikr eləməkdə Allah Teala infaq etməyi insanları təşviq edir və onun daha çox artırılmasını vəd edir. Deməli, Allah Teala bizlər üçün bu infaqda bir bərəkət qoymuşdur. Ümumiyyətlə, başqa digər səbəbləri var. İnfaq etmək, Allah yolunda infaq eləmək bir cəmiyyətin məhv olmasından qarşısını ala bilən bir davranışdır, bir böyük bir dəyərdir. Bir cəmiyyətin bütünlüyünün parçalanmasını qarşısını alan bir dəyərdir. Çünki insanlar bir-birinə yardım eləsə, kasıb varlığını öz yanında görsə, çətin anında, sıxıntılı anında, o kasıb heç vaxt o varlığa qarşı kim bəsləməyəcək və yaxud o cəmiyyətdə mənəvi bir vəhdət yaranacaq. Bu nöqteyi nəzərdən Allah-u Teala Qur'an-ı Kərimdə özü də buyurur, Bismillahirrahmanirrahim. Və ənfiqu fi səbilillah və la tulqu bi əydikum ilət-təhlükəh və əhsinu innallaha yuhibbul muhsinin. Malınızı Allah yolunda xərcləyin və cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yəni, malınız varsa, o malınızı Allah yolundan başqa yola sərf etməklə özünüzü təhlükəyə atmayın, özünüzü qarşıdan gözlənilən hesabın çətinliyinə, qiyamətin dəhşətinə, cəhənnəmin əzab təhlükəsinə atmayın.
Eyni zamanda bugünkü gündə yaşadığımız cəmiyyətdə başqalarının nifrət hissini qazanmaq üçün özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin, şübhəsiz Allah Taala yaxşılıq edənləri sevəndir. Allah Taala çox az zümrəni zikr eləyir ki Allah sevir, özünün sevgisini bəyan elədi. İnnallaha yuhibbul muttaqin, təqvalıları sevir. İnnallaha yuhibbul muhsinin, Allah Taala yaxşılıq edənləri sevir. Yəni yaxşılıq edənlər Allahın sevgisini qazananlardır. İnfaq etmək həmçinin ruzini artıran səbəblərdəndir. Allah Taala yenə Qurani-Kərimin Səba surəsində buyurur: "Qul inna rabbi yabsutur rizqa limen yeşa'u min ibadihi ve yaqdiru leh ve ma anfaqtum min şey'in فَهُوَ يُخْلِفُهُ وَهُوَ خَيْرُ الرَّازِقِينَ." Buyurur ki, həqiqətən mənim Rəbbim, de ya Peyğəmbər, həqiqətən mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini, yəni ümumi mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən bol edər. Yəni Allah Taala istədiyi bəndəsinə bol ruzi verər, o Allah Taala'nın hikmətinə əsaslanır, istədiyinə də azaldar. Allah yolunda sərf etdiyiniz hər bir şeyin əvəzini verən odur. Odur ruzi verənlərin ən yaxşısı. Yəni bununla Allah Taala buyurur ki, infaq edənlərin də ruzisini Allah Taala neyniyər? Biraz da artırar, ruzini artıran səbəblərdəndir. Biz Allah yolunda infaq eləsək, ətrafımızda olanlara, kasıba, fəqirə, yetimə, xüsusən Ramazan ayının günlərində, bayram günlərində, xüsusən ehtiyac sahiblərinin yanında ola bilsək, nə qədər imkanımız çatan qədər Allah Taala verdiklərimizin əvəzini 1-ə 10 qat qaldırar. Sonra bir digər faydası infaq etməyin bizim sabit qədəm olmağımıza əsas dəlillərdəndir. Sabit qədəmliyimiz. Dinimizdə iradəmizin sabit qədəmliyidir. Allah Teala buna aid yenə Qurani-Kərimdə buyurur ki: "Və məsəlullezine yunfikun amwalahum ibtigaa merdatillah və təsbiten min anfusihim kəməsəli cennetin bir rabvetin əsabəha vabilun." Mallarını Allahın razılığını qazanmaq və ruhlarını möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində 2 qat meyvə vermiş bağ kimidir. Yəni infaq eləmək ruhun möhkəmlənməsinə səbəb olar. Allah yolunda infaq eləmək insanın kəmalata doğru meyl eləyən, yol alan ruhunun möhkəmlənməsinə xidmət edir. Necə ki oruc ibadətini Allah Taala bizə ruhumuzun möhkəmlənməsi üçün qərar verib, Allah Taalaya gedən yolda ruhun möhkəmlənməsinə, Allah Taalanın iradəsini təsdiq edən iradənin əmələ gəlməsi üçün Allah Taala orucu vacib eləyib, eyni ilə də infaqda o sabit qədəmliyi, o möhkəmliyi Allah Taala bizim üçün qərar verib. Həzrəti Peyğəmbərimizin bir gözəl hədisi şərifi var infaq edənlər üçün, xüsusən səxi, səxavət əhli üçün. Buyurur ki, sallallahu aleyhi və aleyhi və səlləm: "Əs-səxiyyu qaribun minallah." Səxavətli insan, malından infaq edə bilən insan Allah Taala'ya yaxın adamdır. Və qaribun minəl xeyr. Həmin insan, səxavətli insan xeyrə yaxın adamdır. Allah Taala'nın bəxş elədiyi xeyirlərə yaxın adamdır. Və qaribun minəl cənnə. O insan cənnətə yaxın adamdır. Və qaribun minən-nas. O insan insanlara yaxın olar. İnsanlar həmin insanı, səxavətli insanı qəlbinə yaxın bilər, özünə yaxın bilər. Amma xəsis insan, bəxil insan, hələ səxi insan, bəidun minən-nar. Həmin insan cəhənnəmdən uzaq olar, səxavətli insan. Vəl-bəxilu bəidun minəllah. Amma xəsis insan Allah Taala'dan uzaq olan insandır. Allah Taala'ya yaxın düşə bilməz. Bəidun minəl xeyr. Xeyrdən də uzaq qalar. Bəidun minəl cənnə. Cənnətdən də uzaq qalar. Bəidun minən-nas. İnsanlardan da uzaq qalar. Deməli, xəsis insan bütün o yaxşı insanların əksi olaraq uzaq qalar. Və sonda belə buyurur Həzrəti Peyğəmbərimiz: "Vəl-cahilus səxiyyu aqrabu ilallah min alimin bəxilin." Buyurur ki,
cahil səxavətli insan Allah Taala'ya daha yaxındır. Nəinki alim olan xəsis alimdən. Cahil insan Allah Taala'ya daha yaxındır, nəinki xəsis alim deyə Həzrəti Peyğəmbərimiz bizlərə səxavətin dərəcələrindən birini zikr edir və verilən yaxşılığın, edilən yaxşılığın, infaqın, Allah yolunda edilən infaqın zayi olmaması üçün də Allah Teala bizlərə buyurur ki, اَلَّذ۪ينَ يُنْفِقُونَ اَمْوَالَهُمْ ف۪ي سَب۪يلِ اللّٰهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مِنَّا وَلَا أَذًا لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. Öz malını Allah yolunda infak edən, sonra infak etdiği şeye göre minnet koymayan ve əziyyət verməyənlərin mükafatı onlar üçün Allahın yanında saxlanırlar. Bəzən infak edənlərin infakının ardıca minnət gələr. Dünya düşüncəsi ilə düşünən insanlar öz mənafeyi üçün xərc elədiyi, infaq etdiyi, yaxşılıq elədiyi bir şeyi görərsən ki, nəfsi onu zayi eləyər. Nəfsinin istəkləri ona imkan verməz ki, o etdiyi infaq yüksək dərəcələrdə səbt olsun və orada qalsın. Onu tezliklə aradan aparar. Nə? Nəfsinin təhrikləri. Nəfs də nəyə təhrik edir? Bəzən infaq elədiyi bir şəxsin qarşısında ya özünü üstün görməyə təhrik edir insanın nəfsi. Bu da təkəbbürdən irəli gəlir, şeytani xislətdən. Ya özünün üstünlüyünü göstərmək istəyir, ya da qarşısındakını alçaltmağa çalışır. Hər ikisi onun etdiyi infaqı, verdiyi Allah yolunda niyyət eləyib, verdiyi yaxşılığı məhv eləyər, aradan aparar. Allah Teala buyurur ki, bu xüsusiyyətdən özünüzü qoruyun ki, etdiyiniz infaqlar zayi olmasın. Zəhmət çəkmisiniz, mal qazanmışsınız, pul qazanmışsınız və Allah yolunda da infaq eləmişsiniz. Birazdan şeytan sizə vəsvəsə edir ki, yox, bir qarşındakına bir minnət qoy. Ona bir göstər ki, mən sənə yaxşılıq eləmişəm, filan şeyləri onun başına qaxac elə deyə Allah Teala bunları bizlərə qadağan eləyir. Bu mənada yaxşılığa başlamağın özü kafi deyil, kifayət eləmir. İnsan yaxşılığa başlasın. Kifayət edici nədir? Yaxşı işi yaxşı şəkildə başa çatdırmaqdır. O şəkildə ki, o infaqı əziyyətlə sonradan neynəməyəsən, zayi eləməyəsən. Ümumiyyətlə, İslam dinimiz məhrumların, fəqirlərin şəxsiyyətini hifz edən dindir. Onların şəxsiyyətinə minnət qoymaqla alçaldılması əməlləri batil edən bir şeydir. Bu nöqteyi nəzərdən insanın bir əməli digər əməlinə təsir edəndir. Deməli, əməllər bir-birinə təsir edir. Bir yaxşı əməl görərsən, amma görərsən ki, bir pis əməl yaxşı əməli də aparar. Və yaxud 10 yaxşı iş görərsən, bir pis iş 10 yaxşı işi aradan aparandır. Bu ayət-i kərimənin mənasından da göründüyü kimi. Allah Teala infaq edənlərin gələcəyinə zamindir. Əgər əziyyət və minnət qoymasa infaq etdiyinə, Allah Teala onun gələcəyinə zamin olar. Allah'ın veririk izzətinə, cəlalına bizləri infaq edəndə minnətsiz, əziyyətsiz infaq edənlərdən eləsin. Ümumiyyətlə, hər birimizi infaq əhlindən qərar versin. Hər birimizi çətinlikdə, sıxıntıda olanlarımızın yanında olmağı hər birimizə nəsib eləsin. Bu böyük dəyəri, bu xüsusiyyəti özümüzə, şəxsiyyətimizə xasiyyət, xüsusiyyət eləməyi hər birimizə nəsib eləsin. Zəmanə imamımızın salamatçılığı və zuhuru təcilinə bu cümə gününün hər birimizə mübarək olmasına Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr elə. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus-saməd, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve bari'il halaiqil ecma'in ve salatu ve selamu ala seyyidil enbiya'i vel mursalin Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed
وآله الطيبين الطاهرين المنتجبين وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين وعلى محمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. اللهم صل على محمد. عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداه. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizləri və özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri inşallah təqva əhlindən qərar versin. Allah'ın verilik izzətinə, cəlalından, mübarək ayından günahlarımızı bağışlanaraq çıxmağı hər birimizə nəsib eləsin. Mübarək Qədir gecələrinin ərəfəsindəyik. Qədir gecələrinin özünə məxsus duaları var, özünə məxsus ibadət tərzi var. Gecə keçirilən bir ibadətdir. Gecə edilən duaları Allah Teala da qəbul eləyəndir. Mövzumuz duadır. Biz necə dua eləyək? Duanın ümumiyyətlə bizlərə olan mənfəəti nədir? Necə dua edək ki, dualarımız geri qayıtmasın, dualarımız inşallah müstəcab olsun. Hansı yöndə dua eləyək? Bu barədə bir neçə kəlmə sizinlə inşallah bölüşək. Allah Teala hər birimizi müvəffəq eləsin. Allah Teala Qur'an-ı Kərimdə Ramazan ayının vacib etdiyi ayət-i kərimələrdən sonra növbəti ayət 186-cı ayə Bəqərə surəsində buyurur ki, Bismillahirrahmanirrahim və izə səələkə ibadi anni fə inni qaribun ucibə da'vətəd da'i izə da'ani fəlyəstəcibu li vəlyu'mini bi ləalləhum yərşudun. Sadaqallahul aliyyul azim. Buyurur ki, ya Peyğəmbər, elə ki səndən mənim qulum mənim haqqında soruşsa, yəni Rəbbi haqqında soruşsa, ona de ki, fə inni qaribun. De ki, mən ona çox yaxınam. Ucibu da'vətəd da'i. Dua edənin duasını qəbul edənəm. Yəni duaları Allah Teala bəndəsindən qəbul eləyəndir. Amma hansı bəndəsindən? O bəndəsindən ki, özünün də buyurduğu kimi Rəbbinin özünə yaxın olduğunu bilən bəndəsindən. O bəndə ki, öz Rəbbini özünə yaxın biləcək və ondan sonra dua edəcək, o mərifətlə dua edəcək, Allah Teala o duanı qəbul edər. Ümumiyyətlə, duanın növləri var. Birinci qismin Allah Teala'ya münacat və eşqi izhar eləməkdir. Əvvəla Allah Teala'ya münacat elə. Münacat sözü nəcva sözündəndir. Nəcva pıçıltı, yavaş-yavaş danışıb sirri kiminləsə bölüşmək deməkdir. Yəni öz sirrivi, öz qəlbində daşıdığın ağır yükü Rəbbi ilə bölüşə bilmək. Rəbbi ilə bu cür dua eləyəsən. Duanın qaydası münacat formasında, sızıltılı halda və pıçıltılı halda sirrivi başqasına bildirmədən özün və Rəbbin və xüsusi bir eşq ilə. Həzrət Əmir Al-Mömin Əleyhisselamın Komeyl adında bir sahabəsi var idi. Onun yanında bəzən dualar eləyərdi və bir duasını da Komeylə öyrətdi və indi də elə Komeyl duası kimi məşhurdur. Deyir ki, o nəql eləyir. Deyir, Əmir Al-Mömin Əleyhisselam bir gün məni götürdü, çağırdı. Dedi, gedək xurma bağlarına. Xurma bağlarında heç kəs olmazdı axşam gecə vaxtı. Və xurma bağlarında, ağacların altında Allah Teala'ya dua eləyərdi. Münacat eləyib ağlayardı və göz yaşı bütün üzünü, saqqalını isladardı. Və belə dua eləyərdi. Deyərdi ki, ya sari'ar riza İğfir limən la yemliku illə dua. Buyurardı ki, ey günahkarların tövbə etdikləri halda günahından tez keçən,
tövbə etdikləri halda günahından tez keçən, duadan başqa bir şeyin sahibi olmayan, hər bir kəsin günahlarını bağışlayan Allahım, mənim də günahımı bağışla, deyərdi Əmir-ül-Müminin. Həqiqətən sən istədiyin hər şeyi, hər işi edənsən. Ey o kəs ki, adın dərman, zikrin şəfa, itaətin zənginlikdir. Sərmayəsi ümid, silahı ağlamaq olan bir kəsə rəhm elə ya Rabbi. Ey o kəs ki, hamıya kamil nemətlər verənsən. Ey o kəs ki, bəlanı, qəzəbi dəf edənsən. Ey qaranlıqlarda, vəhşətdə olanların qəlbinin nuru, deyə Həzrəti Əmir-ül-Müminin bu şəkildə dua edərdi. Hətta bir gün gəldilər, xanım Fatimə Zəhra salamullah aleyhaya xəbər verdilər. Dedilər ki, ya bintə Rasulullah, Həzrəti Əli əleyhissalamın ürəyi qəşr eləyib, yıxılıb yerə, xurmalıqda. Xanım Zəhra dedi ki, ona su səpin üzünə, o Allah Taala'ya münacat və duasının səbəbindən bu cür qəşr eləyib, ayılacaq. Birazdan ayılacaq. Yəni bilərdi, artıq bilərdi. Həzrəti Əmir-ül-Müminin əleyhissalam Rəbbinə necə dua edir. Yəni duanın imamlarımız Əymə Əthar bu gecənin şəhidi olan Həzrəti Əmir-ül-Müminin əleyhissalamın duası bu cür olardı. Həzrəti Peyğəmbərimiz buyurur ki, İtfə'u əbvabul bəla'i bid-dua. Buyurur ki, bəlaların qapısını dua ilə bağlayın. Bəlaların qapısını dua ilə bağlayın. Yəni dua əhli olun. Yəni əlləriniz namazlardan sonra və yaxud elə Allahla söhbət eləmək istəyəndə, qəlbində bir hal əmələ gələndə əlini aç və Rəbbinlə münacat elə. Özünü dua etməyə öyrəşdir. Duaya, səsivi Rəbbivə çatdırmağa öyrəşdir. Qoy mələklər sənin səsivi tanısın. Biz bəzən müsibətlər, bəlalar nazil olandan sonra dua eləməyə başlayarıq da, düzdür. Məsələn, bir ateistin özü də bir gəmidə gedəndə bilirsən bir tufan qopar, bir möhkəm qasırğa olar. Özündən asılı olmadan başlayar dua eləməyə, Allaha dua eləməyə. İndiyəcən eləməyib, özün Allahdan ehtiyatsız hiss edib, özündə belə də tanıtdırıb, bəyan edib. Amma görürsən ki, elə bir müsibət qarşısında özündən asılı olmayaraq başlayar dua eləməyə. Mələklər deyər ki, bu kimdir? Bu səsi biz birinci dəfə də eşidirik. Bu kimdir? Allaha dua edir. Və o cür dua edənin duası çatmaz Rəbbinə. Ona görə Həzrəti Əmir-ül-Müminin əleyhissalamın yanına gələndə deyəndə ki, ya Əmir-ül-Müminin, biz çox dua edirik Rəbbimizə, amma Allah Teala bizim dualarımızı qəbul eləmir. Həzrəti Əmir-ül-Müminin buyurur ki, deyir ki, siz çünki tanımadığınızı çağırırsınız. Tanımadığınız, mərifətinə yetişmədiyiniz Rəbbinizi çağırırsınız. Yəni, sizlər daima Allaha dua eləsəz, daima dua halında olsaz, münacat halında olsaz, o səs ki, Allahı daima çağırıb, istər fiddarra, istər fissərra, yəni istər sıxıntı vaxtı, istər rahat vaxtı, xoş vaxtı, yəni insanın hər bir şeyinin olan bir vaxtı, yəni heç bir sıxıntısının olmadığı bir vaxtı, hər hansı bir vaxtda bəndəsi Rəbbinə dua eləsə, şükür sədaları ilə əlini açsa, Allaha dua eləsə, Allah Taala'ya o bəndəsinin səsi tanış səs kimi çatacaq və o sevimli bir səs kimi çatacaq. Allah Taala da sevdiyi səsin sahibini naümid eləməz. Ona görə bizləri nə etməliyik? Özümüzü çalışıb dua əhlindən qərar verək ki, yəni biz bu ibadətin əhli olaq. Ümumiyyətlə, ibadətin ruhu duadır. Namazın özünün mənası duadır. Əs-salə mənası dua eləməkdir. Yəni, namaz vaxtı biz Allah Taala'nın qarşısında dayanıb nə edirik? Dua edirik. Allah Taala'nın öz kəlamları ilə, öz Fatihə surəsi ilə, digər surələr vasitəsilə Allah Taala'ya dua eləməkdən ibarətdir. Dua insanın ruhunu təmizləyəndir. Ruhu paklaşdıran bir ibadətdir. Dua ibadətlərin ruhudur. Bütün ibadətlərin ruhudur. Ona görə istənilən ibadəti yerinə yetişsək və o ibadətin qəbul olunması üçün dua eləməsək, o ibadət naqis sayılar. Bir gün
Əbu Bəsir nəql edir, Kufədə yaşadığım vaxt Həzrət İmam Cəfər Sadiq əleyhissalamın səhabələrindən biri olub. Deyir, Kufədə yaşadığım vaxt bir qonşumuz var idi, çox pis əxlaqlı idi, insanları əziyyət eləyərdi, insanların haqqını yeyərdi və bütün qonşular bundan narahat idi. Bir gün gəldim, deyir, mən bir neçə dəfə bu adama xəbərdarlıq elədim ki, cəmaat səndən narahatdır, narazıdır filan. Deyir, bu adam axırda cəmaatın da danlağından, mənim də danlağımdan biraz xəcalət çəkdi. Deyir, mənə dedi ki, sən Mədinəyə tez-tez gedirsən, İmam Cəfər Sadiq əleyhissalamla görüşürsən, ona mənim haqqımda danış, mənim halımı nəql elə. Deyir, gəldim, İmam Əbu Bəsir buyurur ki, həcc vaxtı gəldik Məkkəyə və Mədinədə İmam Cəfər Sadiq əleyhissalamın huzuruna yetişdim və qonşumun bu tapşırığını da ona çatdırdım ki, məndən xahiş edib ki, belə bir qonşum var, onun halını sizə çatdırım. İmam deyir, qulaq asandan sonra mənə dedi ki, sənə bir şey deyim, ona çatdır. De ki, öz mövcud olduğu, var olduğu halını, vəziyyətini dəyişsin. Yəni, hansı xüsusiyyətlə özünü aparır, öz davranışlarını, halını dəyişsin. Dəyişsin, mən də ona cənnəti vəd edirəm, cənnətə zaminəm daha doğrusu. İnşallah cənnətə yetişməyinə zaminəm. Deyir, mən də qaydandan sonra gəldim, o sözü elə olduğu kimi həmin qonşuma çatdırdım. Dedim ki, buyurdu ki, imam olduğu vəziyyətini, halını dəyişsin, mən də onun cənnətə getməsinə zamin olaram. Deyir, bu adam biraz baxdı, fikirləşdi, rəngi qızardı, bir də soruşdu. Deyir, mən də elə bu cümləsini, bir tək cümlə demişdi, o cümləni ona çatdırdım. Deyir, adam durdu, getdi. Bir neçə gündən sonra mənə xəbər göndərdi. Getdim, deyir, qapını açanda qapını tam açmadı, biraz aralı açdı. Dedi ki, ey Əbu Bəsir, sən ki imamdan mənə belə bir xəbər gətirdin, çox fikirləşdim, düşündüm və artıq bütün etdiyim pis işlərdən əl çəkməyi qərarı aldım, tövbə elədim və evimdə nə pisliklərdən qazandığım var idi, hamısını xərclədim, verdim Allah yolunda, hətta üst paltarlarıma qədər vermişəm və ona görə səni açıb evimdə qonaq eləməyə həya edirəm, utanıram. Deyir, gördüm ki, bu adam tövbə eləyib, tövbə sahibidir və qayıtdım evə, gəldim, evdən paltar, müəyyən şeylər, ehtiyaclı şeyləri yığdım, yemək, içmək apardım bu adam üçün. Yavaş-yavaş bununla dostlaşdıq. Ta ki bir gün gəldi, artıq bununla ünsiyyətim var, bu xəstə yatağına düşdü. Xəstə yatağında nə elədi? Canını təslim eləyəndə dedi ki, Allaha həmd olsun, Peyğəmbər balasının sözünün, vədəsinin doğru olduğunu görürəm. Son anında, son nəfəsində bunu bəyan elədi. Deməli, İmam Cəfər Sadiq əleyhissalamın o Əbu Bəsirin qonşusu üçün dediyi tövsiyə əslində hər birimiz üçündür. Hər birimiz dua etmək üçün, ilahi, bizim halımızı dəyiş, mənim halımı dəyiş. Halımızı dəyişməsi üçün özümüzün olduğumuz vəziyyətdən daha yaxşı vəziyyətə çıxmağımız üçün özümüzü dəyişdirməmiz lazımdır. Olduğumuz çirkablıqlardan, çirkinliklərdən, günahlardan xilas olmağa çalışmaqdır. Yəni o idraki, o izanı, o təfəkkürə sahib ola bilsək, Allah Teala bizim dualarımızı da neyniyər? Qəbul eləyər. Dualarımızdan ləzzət ala bilərik. Biz nə qədər günahlarımızı tərk edə bilməyəcəyik, biz nə qədər köhnə halımızda qalacağıq, biz etdiyimiz dualardan ləzzət də ala bilməyəcəyik. Məsələn, insanlar var ki, o Allah dostları var ki, ibadətdən, namazdan, duadan ləzzət alar. Amma görərsən ki, bizlər elədiyimiz ibadətdən ləzzət ala bilmirik. Açdığımız əllərimizi, dualarımızdan ləzzət ala bilmirik. Görürsən, niyə ləzzət ala bilmirik? Nədir bizə buna mane olan? Buna mane olan şeylər bizi neyniyib? Yəni, o şərtlər ki, biz Allah Teala'nın bizə haram elədiyi şeylərdən uzaq ola bilməmişik. Biz günahlardan uzaq ola bilməmişik. Biz ətrafımızda olan bir çox Allahın sevmədiyi işlərdən hələ kənarlaşa bilməmişik. Münkər işlərdən hələ kənarlaşa bilməmişik. O nöqteyi nəzərdən halımızı dəyişməsək,
o qövm ki, Allah Taala'nın özü də buyurduğu kimi, o qövm ki öz halına dəyişməz, Allah Taala onları heç vaxt dəyişməz. Bu həm də hər bir fərdə aiddir. Eyni zamanda dua etmək, duanın qəbulluğu üçün bir çox şərtlər var. Biri də bayaq zikr elədik, mərifət şərtidir. Həqiqətən Allah Taala'ya mərifət eləməkdir. İmam Cəfər Sadiq əleyhissalama yaxınlaşdılar, dedilər ki, ey Allahın hüccəti, nə üçün biz dua edərkən dualarımız qəbul olmur? Həzrət buyurdu ki, dua etdiyiniz kimsəni tanımadığınıza görə deyə buyurdu. Yəni çağırdığınız Allah Taala'ya sizin mərifətiniz yoxdur. Sonra bu ayəni oxudu. Yəni bayaq oxuduğum Bəqərə surəsindəki ayənin bir hissəsini oxudu. Buyurdu ki: "Fəlyestecibu li və liyu'minu bi." Odur mənim dəvətimi. Odur ki, mənim dəvətimi qəbul etsinlər və mənə iman gətirsinlər, bəlkə yolu taparlar. Yəni Allah Taala'ya imanımız kamil olmadıqca, bütün hacət və istəklərimizin mənbəyinin Allah Taala olduğu idrakına yetişməyincə bizim Allaha imanımız kamil olmayacaq. Biz nə qədər problemlərimizin həllini, hacətlərimizin həllini dünya malında, dünya halında, dünya insanlarında görəcəyik, bizim imanımız kamil olmayacaq. فَلْيُؤْمِنُوا bi. Mənə iman gətirmədikcə mənə etdiyiniz dualar qəbul olmaz. İmanın kamilliyi deməli təvəkkülün, Allaha imanı, Allaha olan təvəkkülün kamilliyi ilə mümkündür. Allaha tam mərifətlə etdiyimiz dualar onda qəbul olar. Mərifəti olmayan insanın duası qəbul olmaz. Allah'ın Resulü buyurur ki: "İ'lemu ennallaha la yestecibu du'a'en min qalbin gafilun leh." Həqiqətən Allah qəlbi qəflətdə olan insanın duasını müstəcab eləməz. Həzrət Peyğəmbərimiz buyurur. Yəni qəlb Allahdan qəflətdədir. Bütün hacətlərimizin, bütün çətinliklərimizin, bütün sıxıntılarımızın aradan aparılmasının mənbəyin Allah olduğunu bilə-bilə ondan qəflətdik. Biz başqalarına üst tutanda təbii ki Allah Taala bizim dualarımızı qəbul eləməyəcək. Çünki hələ şəhadətin, Allahın vəhdaniyyətinin, tövhidinin ilk əlaməti la ilahədir. Qəlbdə olan digər ilahları aradan çıxartmaqdır. Digər ilahlar aradan çıxmasa qəlbimizdə həqiqi Allah qəlbimizə bərqərar olmayacaq, hakim olmayacaq. Biz həqiqi Allaha qarşısında dayana bilməyəcək. Bizim nə qədər digər ilahlarımız var, kimlərə, başqalarına təvəkkülümüz var, başqalarına söykənəcəyimiz var, biz onda o qədər də Allahdan uzaq düşəcəyik. O qədər də Allahı qəlbimizə yaxın buraxmayacağıq. Həzrət Peyğəmbərimiz səmimi qəlblə dua eləməyin qaydalarından, yollarından birində belə buyurur. Buyurur ki: "İğtenimu du'a indər-raqqati fe inneha rahmetun." Buyurur ki, qəlblərinizin yumşalıb saflaşdığı və riqqətə gəldiyi an dua etməyi qənimət bilin. Qəlbləriniz yumşalanda, qəlbləriniz sınanda, sınıq qəlbə nə olar? Sınıq qəlbə Allah qonaq gələr. Biz bu ayda, Ramazan ayında Allahın qonağıyıq da, düzdür? Amma bir gündə, bir anda Allah bizim qonağımız olur. İnsan qəlbinin qonağı olur. O an insanın sınıq qəlb vaxtıdır. İnsan qəlbinin yumşalan vaxtıdır. Hz. Əmir Əl-Mömin əleyhissalamın şəhadəti səbəbindən qəlblər yumşalanda, onda edilən duaları Allah Taala müstəcab eləyər, qəbul eləyər. O əmir ki, o böyük seyyid ki, buyurulur ki, Hz. Cəbrail əleyhissalam onun başına qılınc zərbəsi indiriləndə buyurdu ki, "İnhədəmət ərkənis səma." Səmanın sütunları dağıldı. Və bəkət əl-mələikətu dəmən. Mələklər qan ağlamağa başladı. Yəni səma əhli, mələul ə'la, yer əhli qəlbi qafildir, qəlbi xulufdur.
Qəlbi örtülüb, haqqı görməkdən uzaq idi. Hz. Əmir el-Mömin əleyhissalam kimi bir ədalətin təcəssümünü görməyə və onunla bərabər yaşamaq, onun zamanında yaşamaq səadətini özləri üçün anlamadılar. O səadəti özlərinə çox gördülər. Və Hz. Əmir el-Mömin əleyhissalamın başına qılınc zərbəsi eləndə deyir ki, səmaların rükünləri, sütunları silkələndi, dağıldı. Mələklər ağladı, qan ağladılar Hz. Əmir el-Mömin əleyhissalamın şəhadətinə. Bu gecəki gecə Hz. Əmir el-Mömin əleyhissalamın şəhadət gecəsidir. Hz. Peyğəmbərimiz bu şəhadəti hələ özünü Ramazan ayı ilk ilində, vacib olan ilində xəbər verir ümmətinə, cəmaata ki, ey insanlar, biləsiz, bu ayda Hz. Əmir el-Möminin şəhadəti yetişəcək. O qəlblər ki, bu günlərdə Hz. Əmir əleyhissalama qəlblər sızıldayacaq, həmin qəlblərin sızıltısı ilə Allah Teala inşallah edilən duaları müstəcab eləyər, qəbul eləyər. Dualarda dua eləməyin gözəl yollarından bir çox xüsusiyyətləri var. İnşallah vaxtımız da dardır. Yəni, təbii ki, birinci Bismillahirrahmanirrahimlə, Allaha sığınmaqla, sonra Peyğəmbər və əhl-i beytinə salatu, salam gətirməklə duaya başlamaq lazımdır. Dualarda Allahın gözəl adlarını zikr eləmək lazımdır. Allahın əzəmətli adını və gözəl adları ilə başlamaq lazımdır. Sonra Allaha şəfiq gətirmək, yəni Allahı vasitə ilə yaxınlaşmaq, Peyğəmbər və əhl-i beytinə and verib dua etməklə. Dua edərkən insan öz günahlarını Allah qarşısına gətirib bağışlanmasını diləməlidir. Günahını bağışladaraq dua edilən dua qəbul olar. Günahkarın duasını Allah qəbul eləməz ki. Birinci günahı bağışlatmaq lazımdır. Sonra Allah inşallah Allahın lütfüne söykənərək bağışlanmış şəkildə edilən duanı Allah qəbul eləyər. Dua etməyə başlamazdan öncə insan heç olmasa 2 rəkət namaz qılmalıdır. Sızıltı və yalvarışla dua eləməlidir. Acizanə şəkildə dua eləməlidir. Hz. İmam Hüseyin əleyhissalam buyurur ki, Cəddin Peyğəmbər dua edərkən ac dilənçinin kimdənsə yalvara çörək istədiyi kimi Allaha dua edib yalvarardı. Yəni bir acın, bir susuzun kimdənsə ehtiyacını istədiyi kimi dua eləmək. Sonra hamıya dua eləmək. Hamıya edilən duaların içərisindədir qəbul olan dua. Ona görə Həzrət xanım Fatimə Zəhra salamullahi aleyha özlərini, öz ailəsini lap sonda edərdi. Bəzən etməzdi. Bütün qonşuları, Peyğəmbər və onun səhabələrini, müsəlmanları dua eləyərdi və sonda özünü bəlkə dua eləyərdi. Sonra gizlicə dua eləmək, dua eləməyin ədəblərindən. Dua eləməyin ədəblərindən biri də cəmiyyətdə insanlarla, möminlərlə birlikdə dua eləsin. Hz. İmam Sadiq əleyhissalam buyurur ki, atam hər hansı bir çətinliklə qarşılaşdıqda ailə üzvlərini çağırardı və bir yerdə əyləşib dua etdikdən sonra buyurardı, Allahın xoşu gələr, insan cəmiyyət arasında dua eləsin. Duaya xoş münasibət bəslənməlidir. Dua edərkən insan bədbin olmamalıdır. Yəni, ümid ilə Rəbbinin qapısına getməlidir. Həzrət Peyğəmbərimiz buyurur ki, Allahı çağırın və dualarınızın qəbul olunmasına yəqinlik hasil edin. Yəni, elə çağırın ki, yəqinliyiniz də olsun ki, sizin çağırdığınız inşallah bu duada, bu sızıltılı duada duanı Allah Teala qəbul edəcək. Dua edərkən israrlı olmaq lazımdır. İsrarla Allah Teala'dan istəmək lazımdır. Yəni insan bir dəfə dua eləməklə kifayətlənməməlidir. Dua eləmək gözəl məkanlarda, gözəl yerlərdə və gözəl zamanları seçmək lazımdır ki, məscidlərdə, ziyarət yerlərində və belə Qədir gecələrində inşallah. Allah Teala dualarımızı inşallah qəbul eləsin, müstəcab eləsin. Allah Teala bu günlərimizi, bu əhya gecələrini, Qədir gecələrini bizə axırıncı Qədir gecəsi qərar verməsin. Bu gecələrin rəhmət, bərəkətin, məğfirətini hər birimizə şamil eləsin. Bizi Qur'an-ı Kərimdən ayrı salmasın. Bizi Həzrət Peyğəmbərimiz, Həzrət Əmir el-Möminin əleyhissalamın vilayətindən ayrı salmasın. O niyyətə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr elə. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. İnnə a'taynəkəl kəvsər. Fəsalli li Rabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul aliyyul azim.